Herkese salam. Ümid edirəm ki, yaxşısınız. Keçən videoda xatırlayırsınızsa, sizə Ausbildung-a müraciət prosesi necə olur, hansı nüanslara diqqət etməlisiniz, özünüzə uyğun Ausbildung sahəsini necə seçə bilərsiniz və Azərbaycandan və ya başqa bir ölkədən necə başvura bilərsiniz. Bu proseslər haqqında sizə məlumat vermişdim. Əgər izləməmisinizsə, ilk öncə o videonu izləmənizi sizə tövsiyə edirəm. Bugün isə sizə prosesin ikinci tərəfini izah edəcəm. Yəni, Ausbildung-a pozitiv cavab alandan sonra bu proses necə irəliləyir? Yəni ki, bunun davamında nələr etməlisiniz? Bu haqda məlumat verəcəm. Əvvəlcə demək istəyirəm ki, bunlar mənim öz təcrübələrimdir. Yəni ki, mən özüm də Ausbildung-a başvurmuşam. Hardasa 40, bəlkə də 50 falan yerə müraciət etmişəm və bu müraciətlərin hamısı bir sahəyə aid idi, bir Ausbildung sahəsinə. Hal-hazırda və 2 yerdən mənə artıq Vertrag gəlir. Yəni ki, mən artıq bu prosesin, belə deyim, qəbul prosesinin sonuna gəlmişəm demək olar. Düzün desəm, hələ bilmirəm, hansını seçərəm ya da bunlardan birini imzalayacağımı, bəlkə də hal-hazırda məndə biraz proses qarışıqdır. Bəlkə də başqa bir işə başladım, heç Ausbildung eləmədən. Təbii ki, mənim tibb sahəsində Ausbildung-a qəbul almağımda mənim tibb universitetini Azərbaycanda bitirməyim böyük bir faktordur, düşünürəm ki. Amma deyim ki, bu qəbul aldığım sahədə də, hətta qəbul aldığım sahəni dediyim, radioloji texnikerliyi kimi gedir və bu qəbul aldığım sahədə də adətən C1 səviyyəsində Almanca tələb olunur. Yəni, xaricilərin bu sahədə qəbul alması çox çətin prosesdir. Həm yer az ayırırlar, həm də ayırdıqları yerlərə adətən Azərbaycanlıları qəbul edirlər. Həm Azərbaycanda ayırdıqları yerə Almanları qəbul edirlər. Yəni, öz həmvətənlərini qəbul edirlər, belə deyim, normal olaraq az yer ayırdıqları üçün. Qeyd edeyim ki, mən 20, bəlkə də 20-dən çox Vorstellungsgespräch termininə qatılmışam. Yəni, hal-hazırda sizə bəhs edəcəyim Ausbildung-da Vorstellungsgespräch terminində nə danışmaq lazımdır, proses necə davam edir. Onları, yəni, biraz da öz təcrübəmdən danışacağam. Hətta biraz deməyim, elə öz təcrübələrimdən danışacağam sizə. Və ona keçmədən bir şey qeyd edeyim, keçən videoda demək yadımdan çıxıb. Bu önəmli bir nüansdır. Lebenslauf, yəni CV-nizi qeyd edir, CV-nizi hazırlayarkən çalışın ki, Alman dilində olsun. Yəni, yoxsa heç baxılmayacaq sizin CV-nizə, yəni başvuru prosesində. Çoxu ingilis dilində falan hazırlayır və belə deyim də, öz adını, soyadını da, bitirdiyi yeri, digər ailə vəziyyəti, bütün informasiyaları da orada ingiliscə doldururlar. Yəni, belə olanda bu sizin üçün bir negativdir, yəni baxılmayacaq böyük ehtimal. CV-ni çalışın ki, ümumiyyətlə Alman dilində olsun. Əgər ümumiyyətlə Alman dilində indi hazırlaya bilmirsinizsə, heç olmasa başlıq hissələr ingilis dilində olsun, amma öz məlumatlarınız, hansı ki, özünüz haqqında, məsələn, bitirdiyiniz universitet falan, bunlar Alman dilində olsun təbii ki. Bu şəkildə dedim, bunu da qeyd edeyim. İndi keçək mövzumuza. Deməli, siz müraciət elədiniz, Bewerbung prosesini elədiniz, hardasa 30-40 indi baxır da neçə yerə müraciət elədinizsə və sizə yavaş-yavaş geri dönüşlər olunacaq və mail adresinizə geri dönüşlər ediləcək və çalışın mail adresi aktiv, sizə kodunu falan bildiyiniz aktiv bir mail adresi olsun ki, problem yaşamayasınız. Mail vasitəsilə sizə geri dönüş ediləcək, negativ cavab gələcəksə ya pozitiv cavab gələcək. Negativ cavab gələndə heç nə, yəni edə biləcəyiniz bir şey yoxdur. Bu arada üçüncü variant da ola bilər. Sizə deyə bilərlər ki, hansısa sənəd sizdə əksikdir. Zəhmət olmasa bu sənədi bizə göndərin. Bu zaman tez bir müddətdə həmin sənədi təşkil edib, istədikləri kimi onlara göndərirsiniz və proses bu şəkildə davam edir. İndi bu hala baxaq ki, siz pozitiv cavab aldınız. Pozitiv cavab necə gələcək sizə? Sizə deyəcəklər ki, sənədlərinizi yoxladıq və bəyəndik, belə deyim. Və sizə uyğun bir vaxtda Gespräch termin, Vorstellungsgespräch, yəni sizinlə danışmaq istəyirlər, sizi tanımaq istəyirlər. Bu şəkildə bir termin ayarlamaq istəyirik. Siz əgər CV-nizdə Azərbaycanda yaşadığınızı qeyd eləmisinizsə, sizə bütün belə deyim, Vorstellungsgespräch terminləri onlayn şəkildə gələcək. Yəni ki, onlayn qatılmağınız istənəcək. Əgər sizə ona diqqət edin, sizə deyirsə ki, Almaniyaya gəlin, siz onda onlara geri mesaj yazın ki, mən Azərbaycanda yaşayıram və mümkündürmü bunu biz onlayn şəkildə eləyək. Onlar da bundan razılaşacaqlar. Təbii ki, razılaşmasalar da heç nə. Böyük ehtimal razılaşırlar, yəni niyə razılaşmasınlar ki?
Mən Almaniyada yaşayıram. Mən özüm belə qatıldıqlarımın 50%-nə onlayn şəkildə qatılmışam. Çünki buradan şəhərlər bir-birindən hardasa 6-7 saat falan uzaqlıqda yerləşir. Yəni ora getməyin çox da bir mənası olmur düşünürəm ki, təbii ki, bəziləri istəyir ki, canlı şəkildə görsün sizi. Aha, deməli Vorstellungsgespräch gəldi. Siz gördünüz ki, məsəl üçün 2-3 yerdən gəldi, tarix eyni vaxtda düşür ya da sizin işiniz olan bir vaxtda düşdü dedikləri tarixdə. Siz onda deyə bilərsiniz ki, geri mail yaza bilərsiniz ya da zəng də eləyə bilərsiniz. Sizin üçün indi yeni bir dildir, daha asan olar ki, mail yazasınız ki, bu tarixdə oldu, sizdə mümkün olan tarixlər yazın. Filan tarixlərdə çəkməyiniz mümkündürmü bu Vorstellungsgespräch terminini? Onlar da sizə geri mail göndərəcəklər ya da ki, birbaşa zəng edəcəklər, böyük ehtimal mail göndərəcəklər. Bu şəkildə, yəni qorxmayın ki, hə mənə tarix gəldi, mən qatıla bilməyəcəm, şansım getdi. Yox, yəni belə şeylərdən qorxmayın. Onlar da elastikdir bu konuda. Yəni vaxt konusunda, yəni bunu özünüzə dərd eləməyin. Yəni bunu elədiyim olub, mən özüm bunu eləmişəm. Bəzən görürəm ki, Vorstellungslar üst-üstə düşür ya da ki, başqa mən yoldaşımla getdiyim üçün adətən üz-üzə olan görüşlərə, düz yoldaşım yanında olmur, amma onunla bir yerdə getdiyim üçün başqa şəhərə çalışıram ki, ona da uyğun vaxt olsun. Ona görə də bəzən dəyişdirdiyim olub. Yəni bunu siz də eləyə bilərsiniz. Başqa nə deyəcəm? İndi siz deyə bilərsiniz ki, bu onlayn görüş necə olacaq, hansı proqramda olacaq. Məndə adətən ya Zoom-da olub, link atırlar, adi Zoom görüşlərinə necə daxil olursunuzsa, elə Zoom linkinə daxil olursunuz, həmin saatda onlar zaten sizi gözləyirlər orada. Ya bir nəfər, ya 2 nəfər, bəzən də 3 nəfər, adətən 2 nəfər olurlar. Nəysə, ya da ki, səhv etmirəmsə Teams idi. O proqramı da yükləyə bilərsiniz. Yükləməsəz də linkə daxil olanda ora birbaşa sizi ora yönləndirir, yəni link. Məndə adətən bu 2 proqram olub. Başqa proqram olsa, zaten sizə göndərilən linkdə yazılacaq hansı proqramdır. Keçək digər hissəsinə. Sizə orada nə suallar veriləcək, siz orada özünüzü necə aparmalısınız? Bilirəm ki, fikrinizdə belə suallar var. Yəni, Ausbildung haqqında maraqlananların, hətta bəlkə də bu mövzu haqqında həyəcanlanırsınız, içinizdə qorxu var. Şəxsən mən öz adıma deyim, ilk Vorstellungsgesprächimdə, yəni qatılmamaq üçün əlimdən gələni eləyirdim. Öz içimdə bahanələr falan uydurmaq istəyirdim, çünki çox həyəcanlı idim. Amma sonra gördüm ki, heç həqiqətən də bu həyəcana ehtiyac yoxdur. Çünki qarşıdakı insanlar o qədər çox xaricilərlə olsun, yerli vətəndaşlarla olsun, artıq Vorstellungsgesprächi aparıblar ki, yəni çox mehribandılar, çox professionaldılar. Ən əsası mənim üçün onların mehriban və gülərüzlü olmağı idi. Çünki bilirik də, yəni sərt bir adam olsa qabağımızda özümüzü düzgün ifadə edə bilməyəcəyik, çaşqınlıq olacaq, bilmədiyimiz bir dildir, belə deyim, yaxşı bilmədiyimiz, hakim olmadığımız bir dildir. Yəni bu bizim üçün bir pozitivlikdir ki, qabaqdakı insan gülərüzlüdür. Ən azından mənim üçün elə idi. Və bunu deyim ki, qatıldığım onlayn ya da üz-üzə görüşlərin biri xaricində hamısı çox gülərüzlü və hamısı yaxşı keçdi əslində mənə görə. Bir nəfər belə deyim də, gülərüzlü deyildi, biraz hətta kobudluq falan var idi onda. Yuxarıdan aşağı baxma hadisəsi sezdim, ən azından mən elə hiss elədim. Digərləri çox mənim ürəyimcə keçdi. Düzdür, hamısına qəbul almadım, amma mənim üçün əsas odur ki, oradan gülərüzlü şəkildə ikimiz də bir-birimizdən sağollaşıb ayrılırıqsa, bu mənim üçün artıq pozitiv keçmiş bir Vorstellungsgespräch termindir. Bir şey də qeyd edeyim ki, Lebenslauf, yəni öz keçmiş, nə idi onun adı? Bir şey də qeyd edeyim ki, CV-də qeyd elədiyiniz şeylərə biraz diqqət edin. Yəni Oxfordda praktika keçmişəm falan, belə şeylərə girməyin. Yəni daha yaxşı görünmək üçün, daha donanımlı görünmək üçün bunlara ehtiyac yoxdur. Necə varsa elə yazın. Sadəcə Azərbaycanda bir neçə praktika istəsəz CV-nizi qeyri-legal şeylər tövsiyə edirəm, amma istəyirsinizsə sahənizə uyğun bir neçə praktika falan elədiyinizə əlavə edə bilərsiniz Azərbaycanda.
Bunda qorxulu bir şey yoxdur. CV-nizi zənginləşdirmək üçün təbii ki. Amma belə şişirdilmiş şeylərə həqiqətən də ehtiyac yoxdur. Bu arada əgər CV-nizdə bunu məndən soruşublar, ona görə sizə deyəcəm bunu. Məsəl üçün qeyd elədiniz ki, 2020 ilə 22 arasında filan yerdə işlədim, şirkətin adını qeyd eləmisiniz. Daha sonra 1 il boşluq vermisiniz ya 2 il boşluqla. Sonra yazmışsınız ki, məsəl üçün 2024-də 5 ay filan yerdə praktik elədim. Yəni orada 2 illik bir boşluq var ki, siz orada heç nə qeyd eləməmisiniz. Və onlar onu soruşurlar. Məndən soruşdular. 1 illik məndə bir boşluq olmuşdu işdən sonraki müddətdə. Və onu məndən soruşdular ki, bu müddətdə neynədiniz də? Yəni burada heç nə yoxdur. Onda mən dedim ki, mən dil öyrənirdim, Almanca ilə məşğul olurdum, kursa gedirdim. Yəni qeyd edilməli bir şey yox idi də. Ona görə belə şeylərdə də diqqətli olun. Yəni bunu sual verə bilərlər orada. Çaşmayın, yəni belə sual gəlsə sizə.